Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində Formula 1 ilə bağlı bir xəbəri diqqətinizə çatdırırıq. 10 iyun tarixidir. Qeyd eləyək ki, bu il Bakıda keçiriləcək Formula 1 üçün biletlər artıq satışdadır. F1 Azərbaycan Grand Prix-sinin final günü üçün biletlər satışa çıxarılıb və operativ medianın məlumatına görə yetkinlər üçün bilet qiyməti $1150, yəni 1955 manatdan, az yaşlılar üçün, yəni 2 və 16 yaş kateqoriyasında olan şəxslər üçün isə bilet 1360 manatdan təklif olunur. Sözü gedən məbləğlə alınan biletlərlə mükafatlandırma mərasimi də izləmək mümkün olacaq. Qeyd olunur ki, bu beynəlxalq qiymətlər hesab olunur. Hər il Formula 1 ilə bağlı biletlərin satışını təşkil edən iTicket platformasında isə hələlik bu barədə heç bir məlumat yoxdur. Qeyd eləyək ki, Azərbaycan Grand Prix-si bu il 19-21 sentyabr tarixlərində baş tutmuş olacaq.